Üstümüzü siper edip keçdi irəli, öpdü şəhid qanı axan mübarək yeri. Qisasını yağılardan biz alacağıq, o sevgili bir bayrağı qaldıracağıq. Qisasını yağılardan biz alacağıq, o sevgili bir bayrağı qaldıracağıq. And içirik, and içirik, and içirik biz, babalardan miras kalmış ulu torpağa. Parlayacak üzün nurlu hoş bir sabaha. And içirik, and içirik, and Big Ağız Belki ece son sözünü demek için hak yolundan dönmeyecek, azatlığa yetmek için hak yolundan dönmeyecek, azatlığa yetmek için. Esker vatan emaneti, yurt emaneti. Esker ocak emaneti, od emaneti. Esker vatan emaneti, yurt emaneti. Esker ocak emaneti, od emaneti. Aydın mənim, canım ciğerim oldu, öz balam kimi, öz ürəyimin başında mən onu saxlamışam istədiyim kimi. Hiç bilməmişim ki, bu əm uşağıdır, yoxsa elə belə də, yəni qoğuş uşağıdır. Elə bir oğlan idi, çox mərd, çox gözəl, çox bir yaxşı insan idi. Həmişə dilimdən bal töküm. Heç vaxt onun bir narahatçılığını biz görməmişik. Allah Teala onu haradadırsa bizə yetirsin. Qaynım arvadı, eltimdir. Ürəyimizi, canın ciğerini bir-birimizə can deyib can içmişik. Mən də el o deyənləri. O da ürəyimizin bir parçası idi. Sakit oğlan idi. Bir bezəkli qıza dəyən oğlu idi. İşi yox idi. Çox mərfətli, qanacaqlı. Başı aşağı. Can deyib can eşidirdik. Həmən əşək. Birdən-birə gördük ki, yox oldu. Ay bunun bu uşaq hara getdi. Bir qəfil eşitdik ki, belə qocaldı. Nə qaracaq da, əlimizdən nə gəlsə, mən ürəyim gəlmir. İnanmırıq. Elə bildik ki, elə bu saat gələcək. Gözümüz yoldadır. Heç. Ömür billah özümüzü demərik ki, o belə yəni yoxdur. Deyirik elə gələcək, sağdır. Elə indi onu danışırıq. Ben Aydın'ın böyük bacısıyam. Hem de Aydın'ın tarih müəllimi olmuşam. İnstitut qutarıb gələn Aydın'cı 9 oxuyub. Sinifdə varlığı bilmirik. Ne Aydın'ın, ne Səhraya, əmim qızım. İkisi de eyni sakitliydi, eyni səliqəliydi. Tərbiyəli. Xatırlaya bilmirəm ki, Aydın'a neyəsə görə heç sənə. Aydın əsl vətənpərvəriydi, həqiqətən sözün əsl mənasında əsl vətənpərvəriydi. Biz danışırdıq vətəndən, vətənpərvərlikdən. Aydın susurdu, Aydın heç vaxt danışmırdı. Bəzən deyirdim ki, Aydın niyə görəsən danışmırdı, niyə qarışmırdı söhbətlərə. Vətənimiz onun üçün biz razılaşdırmı, etinasız yanaşırmı? Heç demə Aydın orada artıq vuruşurmuş. Aydın bizdən, ailədən xəbərsiz, könüllü Xocalıya getdi.
Atom sualtı qayıqında xidmət eləmişdi Sovetin dövründə. Onun ehtiyacı yox idi, yəni onu heç kəs əskər aparmazdı. Özü könüllü, öz ayağı ilə, heç nə danışmadan, ondan sonra heç bir hirslənmədən, heç bir ermənilərə lənət töhmədən getdi, əlinə silah aldı, onlara qarşı əsir kişi kimi vuruşdu. Ailədən gizlətdi ki, ailə dərd çəkməsin, atası dərd çəkməsin. Ancaq qardaşları yalvarmasın ki, qardaş çıx gəl odun içində. Ailəyə dedi ki, Sumqayıtda tikiş fabrikində işləyirəm. Heç də Aydın Xocalda, Xocalılarla çiyin-çiyinə, həqiqətən əsr vətənbərvər kimi vətən azadlığı uğrunda müharibəyə başlayırmış. Mən ondan illər keçir, üstündən nə qədər keçsə də biz onu sağ bilirik. Fikirləşirik ki, o bir gün gələcək. Amma onun həqiqətən də böyük ürəyə qarşısında mən baş əyirəm. Əsl vətənpərvər elə olar. Boş-boş danışmaqdan sonra əvvəli işinlə özünü sübut edir. Əlimiz duadadır. Bir gün aydın gəlsin, cəmi əsirlərimiz qurtulsun erməni əsarətindən, Azərbaycana dönsün, evlərinə dönsün. Arzumuz bu. Torpaqlarımızı Allah yenidən qaytarsın xalqımıza. Xalqımızı imana gətirsin, dinə gətirsin. Xalqımız həm dininə, həm vətəninə sahib çıxsın. Alçaq vəziyyətdə yaşamaqdansa bir gün müharibə olsun deyirik. Qocalı, cavanlı hamı qırılsa da axır vətənini azad eləsin. Yoxsa erməni hər gün təhqiramiz sözlərlə xalqımızı alçatmaqda davam edəcək. Və ermənilərin nəfsi doymur, onsuz da onlar bu torpaqların hamısına göz tikiblər. Bakıya qədər. Mən Aydından böyüyəm, 5 yaş böyüyəm Aydından. Aydın mən həm qardaşımdır, həm nə deyim sizə, övladım sayılır. Çünki Allah mənimlə getdi, onlar mənim ayağımda qaldılar. Əziyyətim ona halal olsun. Bunlar Aydın'ın mən yazdığı məktublardır, əskərlikdən. Hamısı gözəl-gözəl sözlər, gülünçəli sözlər yaz. Amma mən indi ağlamama bax. Nəfsimiz bax, bizim süfli nəfsimiz istəyir ki, sağ olmuş olsun. Amma mən qətiyyən istəmirəm, Aydın erməni caynağında qalmış olsun. Mən fəxr edirəm Aydın'dan, fəxr edirəm ki, o şəhiddir. Fəxr edirəm ki, Həzrət Hüseyin məktəbi keçib Aydın. Çox fəxr edirəm. Həzrət Hüseyin deyir, şəhidlər cənnətinin padişahıdır. Nə xoş ki, mənim qardaşım şəhiddir. Nə yaxşı ki, mənim qardaşım şəhiddir. Fəxr edirəm ona. Fəxr edirəm ki, Həzrət Hüseynə qardaşdır, dostdur, yoldaşdır, Allah dostudur. Allah yolunda olanlar ölməzlər inşallah. Biz onu həmişə sağ hiss edirik ətrafımızda, bu saat gələr, indi gələr. Amma inanın ki, səmimi qəlbdən deyirəm, mən çox sevinirəm ki, Aydın şəhiddir. Həqiqətən. Şəhidliyi başa düşən adam, mən özümə də şəhidliyi arzulayıram. Tək Allah bizi də öləndə şəhid kimi qəbul edəsin. Allah bizi elə vətənpərvər eləsin, hamımızı. Mən övladlarıma da həmişə vətənpərvərlik dərsi vermişəm, həmişə demişəm. Vətən uğrunda, vətən kimi bəzi adamlar deyirlər, varların uşaqları, vətən kasıblarındır. Mən həmişə deyirəm, vətən kasıblarındır. Varların getməyi yeri var, pulu var, kasıbların getməyi yeri yoxdur. Ona görə vətənimizi canı dildən qorumalıyıq. Aydınla fəxr edirəm. Aydının ruhu qarşısında baş əyirəm. Cəmi şəhidlərimizin, kəndimizdən olan, Qarabağ uğrunda gedən bütün şəhidlərin qarşısında mən baş əyirəm. Bizim kəndimiz elə böyük kənddir, 1700 nəfər əhalisi var. Amma buna baxmayaraq, müharibə dövründə bizim kənddən çoxlu oğlanlar döyüşdə olublar, Qarabağ döyüşündə döyüşüblər. Və kəndimizin 12 nəfər şəhidi var. Onların bir hissəsinin məzarı bizim kənd qəbirstanlığında dəfn olub, amma bir hissəsi belə deyək ki, heç meyitlərdə tapılmadı. O cümlədən onların içində Nuriyev Aydın qardaşımız var idi. Aydın Murtu kəndində doğulub, burada böyüyüb, bizim məktəbə gəlib, yəni 10 illik məktəbi burada oxuyub. Sonra gedib Sumqayıt şəhərində texnikuma, orada da toxuculuq texnikumunu oxuyandan sonra gedib deməli Qarabağ uğrunda döyüşlərə
Xocalıda döyüşüb. Heç kənd cəmaatının əksəriyyətinin belə deyək, Qomar Rəban da xəbər olunub ki, o orada döyüşür. Yəni, heç kimə demədən, ürəyində vətən sevgisi döyüşlərə atılıb, sadəcə o şəhid olandan sonra o xəbəri gəlib ki, Aydın burada döyüşür və ondan sonra hamı onu axtarıb. Çox, belə deyək, sakit oğlan olub, belə kənddə səsi, səmri çıxmayan, dalaşqan olmayan, belə deyək də, sakit bir kənd uşağı olub. Döyüşlərə girəndə, amma indi onun döyüş yoldaşlarından mən tələb olunub döyülə düşür. 92-ci ildə Xocalı faciəsindən sonra Xocalı sakinləri deməli, Politexnik İnstitutunun yataqxanasında məskunlaşmışdı. Mən onlarla gedib görüşmüşəm. O cümlədən Aydın barədə onlardan soruşub məlumat almışdım. Həddən çox, belə deyək ki, onu cəsur, qəhrəman bir oğlan kimi qələmə veriblər. Döyüşlərdə qorxmaz bir əskər olub və son ana qədər də döyüşüb. Bizim də məktəbdə hər il tədbirlərdə, Xocalı faciəsi ilə bağlı tədbir keçiləndə elə birinci növbədə Aydını anırıq, çünki bizim kəndçimizdir. O döyüşlərdə şəhid olub. Görürüz, Çöldə Stentdə də elə başda birinci 10 şəkilini vurmuşuq. Ondan əlavə də 15 şəhidimiz var. Yəni, bu kiçik kənd 12 şəhid verib dövlətin müstəqilliyi uğrunda. Allah şükür, sabitlikdir, müharibə vəziyyəti olsa da atəşkəsdir. Son vaxtlar kəndimizə belə deyək, şəhid xəbərləri gəlmir. Allah eləsin ki, torpaqlarımız sülh yolu ilə azad olsun və heç bir şəhid xəbəri bu kəndə, kənd ailələrinə, cəmaatımıza gəlməsin, ölkəmizə gəlməsin. Bax, bu birinci mənim qardaşımdır, Nuriyə Aydın Nərmanoğlu. Deməli, əskəri xidmətin Atom Sualtı qayarında olub, Atom Sualtı qayarında, 3 il əskərilikdə olub. Ondan sonra da könüllü surətdə Xocalı batalyonuna gelib. Xocalı batalyonunu heç götürmək istəndi, Elman Məmmədovdur, o vaxtki Xocalı icra hakimi başçısı. Mən onunla Bakıda görüşdüm və məni tanıdım. Deyir, sən görəsən birinci Aydın qardaşsan, götürmürdüm deyir. Orada milli qəhrəman var, o batalyon komandiri var orada. Allah, ad da yadından çıxdı, Allah ona rəhmət eləsin. O deyir, gətirdi yanıma, o gəldi, dedim, olmaz bir adam. Sonra Aydınla ikisi gəldi, söhbətləri gördük, deyir, bizim adamdır bu. BDM-in üstünə, özü BDM-in üstünə dəmirdən özünə müdafiə kimi bir şey sual qalxmışdı, dəmir. Pulemyotçiydi, amma ondan ötürü ermənilər oradan tez-tez xəbərlər verirlər ki, o pulemyotçunun bizə gətirən adama mükafat verəcəyik. Elə bir söhbət eləmişdi Elman Məmmədovda. Yəni, qardaş, şəhidlər hamısı bizim kəndimizin şəhidləri, hamısı özümüzün şəhidlərimizdə. Yəni ki, başda qardaşım olmaqla, hamısı bunlar bizim torpağımız uğrunda canlarını fəda edirlər. Şəhidlərin də zirvəsi çox ucadır da, yəni, əgər biz də bir şeydir ki, şəhidlərin rütbəsi hansı məqamdadır, biz də elə hər gün şəhid olmağımızı Allahdan istəyərdik. Məqam düşəndə də elə gözümüzü yumadan şəhid olmaqdan canımızı fəda edərdik. Ölməz, o doğrudan da elədir, elə bir söz var. Şəhidlər ölməz, vətən bölünməz bir söz var, deyirlər, qardaş. Yəni, həqiqətən də şəhidlər ölməyib də sağdırlar. Daha doğrusu, Allah elədir ki, onlara ən böyük rəhmətindən biri o rütbəni nəyə görə verir? Çünki canlarını haqq tarix yolunda fəda etdiklərindən ötürü Rəbbimiz onlara o uca bir yeri, məqamını verir. Yəni, onlar sağdırlar. Həqiqətən öldüklərini bilmirlər, daha gözəl bir aləmə getdiklərini bilmirlər, şəhidlər. Ona görə şəhidlik ən uca bir zirvədir. Allah hamısına rəhmət eləsin. Başda bizim qardaşımız, əlimiz, oğlu, qoğuşumuz, bütün kəndçi qardaşlarımız hamısına Allah rəhmət eləsin. Belə xatırlamaq, belə dua eləmək, həqiqətən sevmək daha gözəl olur. Onsuzca Allah onlara məqam vermiş. Ən yüksək məqamı Allah onlara vermiş, şəhidlik məqamı. Hər kəsə, hər birimizə Allah nəsib eləsin, sən müqədddən deyiləm. Nəsib eləsə şəhid olmağa, həqiqətən siz gülərmək var. Deməli, Nuriyə Aydın Nərmanoğlu, Bakı Kənd Orta Məktəbinin məzunu olub. Mən rəhmətli Aydına riyaziyyat dərsi deyirdim. Aydın sinifdə şagirdlərin seçilirdi. Öz tərbiyəsi, öz intizamı ilə çox səliqəli bir şagird idi. Yəni, Aydın elə bir
şagird idi ki, müəllimlərin dediyi hər bir sözü iş eləməzdi. Yəni bizim sözümüzü baxan, bizim məsəl başa düşən, dərslərini yaxşı oxuyan, çalışqan bir şagird idi. Təmkinli idi. Çox özünü belə ədəbli, ərkanla aparırdı. Özünü alicənab bir insan kimi aparırdı. Yəni çılğın uşaq deyildi. Yoldaşları arasında dostluq eləməyə bacarırdı. Söhbət əsnasında yoldaşlar arasında söhbətdə Aydın həmişə onları dinləyib ən axırda öz sözünü deyirdi. Yəni çox ədəbli, ərkanlı, samimli bir şagirdimiz idi. Biz Aydını bir əziz bir şagird kimi sevirdik. Ona hörmət edirdik. 1992-ci ildə Xocalı hadisələri başlayanda Aydın artıq əskəri xidmətdən gəlmişdi və o könüllü olaraq Xocalının müdafiəsinə qalxdı və Xocalı hadisəsi olan yerə, Xocalıya getdi. Elə o gedəndən sonra özünün orada öz qəhrəmanlığı, özünün şəhadəti, özünün mübarizliyini orada sübut etdirmiş və bir neçə erməni əskərlərini, ermənilərin o deməli faşist ermənilərini elə bilin ki, qanısan erməniləri məhv etmişdir. Biz bir də xəbər eşitdik ki, bəs Aydın artıq şəhid olub. Aydın Mırtının ilk şəhidi idi. Biz eşidəndə çox pis oldu, çox sarsıldıq və Aydın kimi tərbiyəli, insanlı, xalqını sevən, elini sevən bir vətənpərvər bir oğlun şəhid olmasından çox heyfsləndik. Mən də Riyaziyyat müəllimi kimi Süleyman Rəhimov, onun müəllimi kimi çox sarsıldım və Aydının haqqında film çəkildi, mən eşidib çox sevindim və öz ürək sözlərimi deyirəm. Allah rəhmət eləsin, bütün şəhidlərimizə Aydın Nuriyev, Aydın Nəriman oğlandı bahəm bir yerdə. Mən öz ürək sözlərimi dedim və ona Allah qənidən rəhmət eləsin. O gün olsun torpaqlarımız işğaldan azad olsun, o gün olsun qaçqınlarımız hüs yuvalarına qaysınlar və erməni faşistlərinə ölüm alsınlar. Dərs dediyim şagirdlər arasında savadlı, mərifətli, dünya görüşlü, vətənpərvər şagirdlərim çox olur. Onlardan biri də Nuriyev Aydın Qabilovdur. Aydın körpəliyindən səliqəli, sahmanlı şagird oldu. Məktəb illərində də öz təhsili ilə, davranışı ilə, qayğıkeşliyi ilə başqalarından fərqlənib. Orta məktəbi illərində bütün müəllimlərin diqqətini cəlb edib, hamı ona qayğı və hörmətlə yanaşır. Aydın orta təhsilini başa vurduqdan sonra təhsilini davam etdirib. Vətənimiz ağır günlərdə, dar günlərə düşəndə vətənpərvər oğlanlar kimi Aydın da ön cəlgədə oldu. Onda vətənə olan məhəbbət başqalarından daha fərqli idi. O azadlıq sevən, vətənpərvər bir gənc idi. 88-ci illərdə, 88-90-cı illərdə baş verən hadisələr vətənimizin qara günlərində, çətin günlərində Aydın kimi mərd, cəsarətli oğlanlar öz sözlərini dedilər. Aydının vətənpərvərliyi onda idi ki, çətin vaxtlarda vətənimiz üçün, xalqımız üçün öz canından keçməyə hazır olan bir gənc idi. 1988-ci ildə başlanan bu qanlı, qadalı, faciəli günlərdə Aydın, onun kimi dostları bir yerə toplaşır, vətənin üçün əllərindən gələni əsirgəməcəklərini and içirdilər. And içirdilər ki, öz həyatları bahasına da olsa, vətənin azadlığı, müstəqilliyi uğrunda mübarizə aparacaqlar. Keşməkeşli bu günlərdə, dar günlərində belə oğlanlara vətənin ehtiyacı böyük idi. Amma o dövr elə bir dövr idi ki, səriştəsiz rəhbərlik vətənin müdafiəsi əvəzinə hakimiyyət uğrunda mübarizə aparırdı. Vətəni qorumaq, onu müdafiə etmək üçün cəhdlər göstərmək əvəzinə başqa yönlərə, başqa istiqamətlərə hərəkət edirlərdi. O dövrdə Qarabağda gedən hadisələr, Qarabağda baş verən hadisələr bütün xalqı narahat edirdi. Rəhbərlik isə Xocalının abadlaşdırma uğrunda, çətin günlərdə vətəni müdafiə etmə əvəzində Xocalını abadlaşdırma uğrunda çalışırdı. Belə çətin günlərdə Aydın da öz sözünü dedi. O Xocalıya getdi. Milli qəhrəmanımız Əlif Qasımovun dəstəsi ilə birləşdi. Və onunla birlikdə vətənin ağır günlərində ona dayaq oldu. Və son nəfəsinə qədər, son vətənin qayğısına qaldı.
Aydın kimi oğlanlar həmişə bizim qəlbimizdə yaşayır. Düzdür. O çətin günlərdə, o ağır günlərdə vətənin çağırışına səs verən Azərbaycanlı oğlanları çox olmuşdur. Onlar arasında Aydın başqalarından fərqlənmişdir. Aydın haqqında danışmaq, onun haqqında söz demək şərəfli və məsuliyyətlidir. O elə bir insan idi ki, elə bir gənc idi ki, onun haqqında saatlarla, günlərlə söhbət eləmək olar. Onun qayğıkeşliyi, insanlara olan münasibəti, vətənə olan sevgisi haqqında nələr demək olmaz. Dünyada nə qədər yaxşı sözlər varsa, ona layiqdir. Amma bu gün Aydın aramızda yoxdur. Biz bilmirik ki, o həlak olur, itkin düşür. Biz hamımız, onun yaxın adamları, müəllimləri, dostları, qohumları, hamısı arzulayar ki, Aydın sağ-salamat qayıtsın. Və onun itkinliyi, onun sağlamlığı, sağ olması ilə əvəd olursun. Yəni, Aydın itkin düşdü sözünü deməyək və bilək ki, o sağ-salamatdır. Onun məhəbbəti, onun yaxşılığı həmişə bizim qəlbimizdədir. Biz elə igid oğlanları unutuq. Dərs dediyim Mırtı kənd orta məktəbində Aydın kimi gənclər olmuşdur. Onlar öz sözlərini demişlər. Və bu gün də vətənin azadlığı uğrunda, xalqımızın xoşbəxtliyi uğrunda vətənin çağırışına həmişə hazır olan gənclərimiz vardır. Və biz fəxr edirik ki, Aydın bizim baş ucalığımız olur. Bizim qürur hissimiz olur. Belə oğlanlarımızla nəinki biz müəllimlər, bütün Azərbaycan xalqı fəxr eləmək. 1988 və 89-cu ilin payız ayları olardı. Xocalıdan, fabrikdən Sumqayıt Trikotaj fabrikinə işçilər gəlmişdi. Həm orada müəyyən dəzgahları öyrənməyə, həm aparıb Xocalıda işlətməyə görə. Təsadüfən Aydın barəsində orada məlumat aldım ki, Aydın, bizim qrup yoldaşımız Aydın da Xocalıda olub. 88-89-cu ilin payız aylarında. Ondan sonra Aydın barəsində xəbərim olmayıb. Ta 1992-ci ilin iyun ayının ortaları idi. Ağdamın Novruzlu kəndində təsadüfən döyüş zamanı Aydınla bərabər olmuş, Xocalıda döyüşmüş uşaqlarla söhbət zamanı bildim ki, Aydın Xocalıda şəhid olub. Cənazəni də çıxartmaq mümkün olmayıb həmin vaxtı. Yəni, onların dəqiq söhbətinə görə Aydının nəşi qalıb Xocalıda. Biraz ağırdı mənə danışmaq təzdən. Hiss edirəm, ikincilərə çətinlik çəkib, yox, rahat danışdım. Naibənin də sözü lap mənə fikrimdən, beynimdə. Üzündən hiss eləmək olur ki, tutulmamız. Aydın kişi kimi döyüşən oğlanlardan olub. Aydınla fəxr edirik. Hamımız fəxr edirik. Aydından səhərə qədər danışmaq olar seyri. Qızdan abırlı, qızdan həyalı. Necə girirdi, necə çıxırdı qrupa. Heç hiss eləmək olmurdu. Bu qədər fikirləşirəm, neçə gündür ki, nə danışa bilərəm, nə eləyə bilərəm. Yəni, heç bir şey yadıma düşmür ki, nə olub, nə keçib. Heç səsi belə yadımdan çıxıb. Halbuki bir yerdə oxumuşuq, yəni dalaşqan oğlan olmuyor. Ancaq nə qədər dalaşqan olmasa da, səndə Məramızın sözünə qüvvət, bu sakit oğlanın ürəyində nələr yatırmış, necə şücaətlər yatırmış, necə qəhrəmanlıqlar yatırmış. Xocalıların ağzından düşmür onun elədiyi hərəkətlər, onun müdafiəsi, qocaları, uşaqları müdafiə eləməyi. Əlbəttə ki, bu fəxirdir ki, belə bir oğlanla bir qrup yoldaşı olmuşuq. Sakit oğlan nələrə qadir imiş.
Göyçayda olduq, bacılarının danışmağı, bacılarının dediyinə görə Xocalıların danışmağı. Hiss edirsən, bacılar da fəxr edir onunla, qürur duyur. Biz də əlbəttə heç oxuyan vaxt ağlımıza gəlməzdi ki, bir vaxt Aydın haqqında nəsə danışa bilərik. Oxuduğumuz körpə uşaqlar bir gün böyük bir kişi olacaq, vətənin müdafiəsinə qalxacaq, ağlımıza gəlməzdi. Həyat sürprizlərlə doludur. Allahdan arzu edirəm ki, eşitdiyimizə görə şəhid olubdur. Ancaq bir gün qapını açıb girsin, Allah yox yerdən bir möcüzə qismət eləsin bizə. Onu arzuluyuram. Çox şad olardıq. Özü ilə bir süfrə arxasında oturardıq. O da danışardı. Necə oldu, müharibə zonasına düşdüm, necə oldu, müdafiə elədim. Canlısını üzbəüz oturub, üzbəsurət özündən eşidərdik. Bunu arzuluyuram. Sevinərdik. Gözü yolda qalan bacılarının, qardaşlarının, elə Sehrayigildə bacı-qardaş sayılır onlara, ümumilikdə deyirəm. Gözləri yığışardı nəhayət yollardan. Biz də sevinərdik ki, belə bir oğlanla qrup yoldaşı olmuşuq. Hamının sevincinə şərik olmağı arzuluyuram tezliklə. Danışmaq çətindir. Danışdıqca Uşaqlara bayaqdan qulaq asıram, amma gözüm qabağına sakit, həyalı, bırlı bir oğlan gəlir. Biləndə ki, belə qəhrəmanlıqları olub, həqiqətən adam fəxr eləyir. Keçmiş zamanda danışmağım gəlmir. Elə inanıram ki, qayıdacaq. Gözümüzlə görməsə, görməmişik, bilmirik. Həqiqətən də şəhid olubsa, Allah rəhmət eləsin. Amma yenə də deyirəm, inanmağım gəlmir. İnanıram ki, bir gün qayıdar. İnşallah. Yenə də qürur duyuruq, fəxr edirik ki, belə qrup yoldaşımız olub. Onun qəhrəmanlıqları ilə dillərdə danışılan indi sözlərdən gözümüzlə görməsəydi. Allah doğmalarına, hamımıza səbir versin. Neçə illər ki, səbirlə gözləyirlər, gözləri yoldadır. Çətindir keçmiş zamanda danışmaq. İnşallah hamımızın gözü yoldan çəkilsin. Bir möcüzə baş versin. Aydın mənim uşaqlıq yoldaşım, qardaşım, Aydın mənim hər şeyim idi. Aydınla bir böyümüşük. İkiz kimi tanıyırdılar qrup yoldaşlarımız bizi. Sonra texnikumda da bir yerdə oxumuşuq, bir evdə qalmışıq. Hər yaxşı günümüzdə, pis günümüzdə Aydınla bir yerdə olub. Dalaşmışıq, barışmışıq, hər şey. dalaşmağını təsəvvür edə bilmirəm. Biz çox dalaşmışıq. Necə ki, mən tənbəl idim. Aydın deyirdi, tez ol, mən tənbəl idim. Usta gəldi. Mən onu qədər tanıya bilmərəm. Aydın barədə danışmaq çox çətindir mənə. Çünki biz uşaqlığımızın, gəncliyimizin elə bir vaxtlarında bir yerdə keçirmişik və oxumuşuq ki, indi onun barəsində danışmaq mənə belə çox çətindir. Aydın çox gözəl dost, çox gözəl yoldaş olub. Hər zaman biz oxuduğumuz vaxtda bir dost olaraq, bir neçə dost olaraq biz bir yerdə olmuşuq, bir dostluq münasibətimiz olub, yaxşı günlərimiz olub və onu bax, xoş xatirələrlə xatırlayıram Aydını. Ümid edirəm ki, Aydın hər halda inşallah Allahın köməkliyi ilə nə zamansa vətənə qayıdacaq. Mən ona çox əminəm, vətənə qayıdacaq, öz ailəsinə, öz elinə, obasına qayıdacaq və biz də buna şahid olaraq sevinəcəyik. Aydın barəsində mən Aydının döyüş yoldaşları barəsində danışıqlarına diqqətlə qulaq asdım. Aydın çox mərd, qəhrəmancasına döyüşmüş və o zaman çox bir insanlara kömək etmişdir. Hər halda Aydının bu qəhrəmanlığı bütün
gənc nəslə çatdırılmalıdır və bildirilməlidir ki, Aydın necə döyüşmüşdür, necə qəhrəman olmuşdur. Hər halda artıq uzun müddətdir Aydından heç bir məlumatımız yoxdur, amma biz yenə də ümidimizi kəsmirik və ümid edirik ki, nə zamansa Aydın qayıdacaq, inşallah. 1992-ci il Xocalı hadisələrindən sonra Ağdam rayonunda yerləşmiş 708 nömrəli briqada tərkibində Xocalı batalyonu döyüşə başladı. Həmin batalyonun komandiri kimi 94-cü ilin may ayı atəşkəsə qədər Ağdam, Ağdərə, Xocavənd bölgələrində erməni quldurlarına qarşı qəhrəmancasına döyüşmüşük. Xocalı hadisəsindən əvvəl 20 yanvar 92-ci ildə döyüşlərin qızğın getdiyi dövrdə Göyçay rayonundan könüllü olaraq bir qəhrəman döyüşçü Xocalının müdafiəsinə qoşuldu. Bu qəhrəman döyüşçü Nuriyev Aydın Nərmanoğludur. Erməni quldurları rayonlarımızı işğal edirdi. Aydın bir Azərbaycanlı olaraq bu hadisələrə dözməyib, könüllü döyüşçü kimi getmişdir. 19 noyabr 91-ci ildə Müdafiə Nazirliyi tərəfinin əmri ilə 817 nömrəli Xocalı ərazi özünü müdafiə batalyonu yaranmışdı. Həmin batalyonda 20 yanvar 92-ci ildə Nuriyev Aydın Nərmanoğlu döyüşçü kimi fəaliyyətə başlamışdır. Xocalı döyüşlərinin qızğın getdiyi dövrdə şəhid Nuriyev Aydın tez bir vaxtda Xocalı döyüşçüləri və əhalisinin könlünü qazandı. Aydın Xocalıda olan bir köhnə BTR işə saldı. Öz ixtirası ilə həmin BTR'nin üstünə iri çaplı ağır silah yerləşdirdi və döyüşə başladı. Əskərən rayonunun Naracuq, Katik, Daşbulaq, Həsənli kənd və Stepanakert-dən gələn hücumların qarşısına alınmasında igidlik göstərərək həqiqi döyüşmüşdür. Qorxmaz qəhrəman Nuriyev Aydın dəfələrlə Xocalı İcra Hakimiyyəti və 817 nömrəli Xocalı özünü müdafiə batalyonunun hazırladığı düşmənə qarşı əməliyyatlarda mərdliklə döyüşmüş və onlarla düşməni məhv etmişdir. Qarq əməliyyatında Nuriyev Aydın düşmənin döyüş postunu basmış, 8 nəfər düşməni məhv etmiş, 8 silah sursatı və plan xəritəsini götürmüşdür. Fevralın 25-dən 26-sına keçən gecə 92-ci ildə Xocalı faciəsi zamanı Nuriyev Aydın dinc əhalini təhlükəsiz yerə çıxarmaq üçün döyüş dostları və şəhid milli qəhrəman 817 saylı Xocalı özünü müdafiə batalyonunun komandiri ilə 150-170 dinc əhalini dağlarla, meşələrlə götürmüş, Ağdam rayonuna sağ-salamat çatdırılmasını təmin etmişdir. 2 gündən sonra dinc əhalini erməni quldurları ilə atışa-atışa Ağdama salamat çatdırmış və öz mənliyinə görə geri dönmüşlər. Geri gələn Xocalı əhalisini qurtarmaq üçün döyüşmüşdür. İkinci qrup əhalini gətirən zaman Əskərən rayonu Naxçıvan kəndi yaxınlığında erməni və rus alayının puskusuna düşmüşlər. Qeyri-bərabər döyüşdə sursatları qurtarmışdır. Erməni quldurları Tofiq Hüseynovu, Aydın Nuriyevi saf tutmaq istəmişlər. Ancaq Tofiq Hüseynov döyüşçüsü Nuriyev Aydın ilə hərəsinə 2 qombara patladaraq özlərini və erməniləri partlatmışlar. Şəhid Nuriyev Aydın qəhrəmanca həlak olmuşdur. Onunla döyüşə girməmişdim. Arxada avtomatların, silahların, boş daraqlarını, patronla dişlərini komandanın Tofiq Hüseynov qoymuşdu yanıma. Mən soyuqda onları doldurdum. Avtomatın daraqlarını doldurdum. Həmin döyüşdə amma Aydın və Xocalının Milli Ərazi Müdafiə Taborunun əsgərləri, eləcə də Xocalı polisləri, aeroport polisləri, yəni Xocalının qeyrətli oğlanları içində də Aydın Nuriyev olmaqla Bozdağ əməliyyatında qanlı döyüşdə iştirak edildilər. Onda erməninin canlı qüvvəsindən tələfata uğratmışlar və onların qurduğu quldur yuvasını məhv etmişlər. O faciədən sonra, onların başına gətirilən oyundan sonra deməli ermənilər 3 gün matəm elan elədilər. Yəni bizim igid oğlanlarımız onların dərsini verdi. Amma çox təəssüflər olsun ki, Bakıda əyləşən rəhbərimiz Ayaz Mütəlibov Xocalının aeroportu olana, Xocalı taburuna bir dəfə də olsun zirehli texnika göndərmədi. 50 yalın avtomatla, plamiyotla Xocalı BMP-lərin betərin qabağına çıxa bilməzdi. Ona görə də Xocalı şəhəri məhv oldu, Xocalıların başına ağır faciələr gəldi. Erməni faşistləri 20-ci əsrdə ən dəşiratlı soyqırımı, Xocalı soyqırımı törətdilər. Yəni, belə döyüşlərdə bizim
çox oğlanlarımız, Aras kimi oğlanlarımız, Tofiq Hüseynov kimi, ondan digər igid oğlanlarımız, İldırım Əliyev kimi, Nazım Abuşov, Abbasov Valiyev, Vahid və bir-birindən mərdanə oğlanlarımız, Qurban Qocaoğlu, belə oğlanlarımız hünər göstərdilər. Bu günlərdə onlar əsrləri Allahdan arzu edirlər ki, onların qapısıları açılsın. Onlara şəhidlərimizə həmişə rəhmət edirlər. Biz bir yerə toplaşanda həmişə hal-hazırda indi İldırım yoxdur dünyada. Amma oturanda Aydının haqqında o da xoş sözlər söylürdü. Əliyev İldırım da xoş sözlər söylürdü. Deyirdim ki, Aydın tanrısın. Deyirdi, nə danışsan? Aydınla deyirdi, İldırım deyirdi ki, bir qanlı döyüşlərdə iştirak eləmişəm. Ona görə də Aydın qəhrəmanlığa layiq oğlan olubdur. Araz Bahadır oğlu kimi qəhrəman oğlanlara bərabər görürəm Aydını. Mən hamıza can sağlığı arzu edirəm. Mən döyüşçü yoldaşıma fəxri adı verirsəm, mənim də qəlbim sevinər. Mən də sevinərəm ki, bizdə hünər göstərən, Xocalı yolunda, torpaqlarımızın müdafiəsi uğrunda döyüşənə dəyər verirlər. Mən bunu istəyirəm ki, Aydına fəxri ad verilsin. Günlerin bir günüydü. Geldi, gördük bir oğlan geldi. Bu tanınmaz adamdı, burada ne gelir. Bir de postdan çıkıp veri yüreğimle geldim ki, çöre yaparak elimizde, içimize koyup bile bak tapsak yeriz. Bu yine de bu geldi, eve taraf gelende gördüm ki, buna o ayna bakır, bir yana bakır, bundan şüphelendim ben. Errendim bunu kavana, dedim bacıoğlu, sen buralı değilsen burada, hardan gelmişsin? Karışıklıktı da. Ben de dedim, ben Göyçay'danım. Gelmişim, burada dövüşmeye. Buna qayıtdım, geldim yoldaşlara, dedim ki, çöreğe gider, o su olmadım. Bunu aparıram, Qəmenderin yanına, Zira başının yanına, Pragurza bilsin ki, bu Dövüşmeye geldim. kimdir, neden ötürüldü. Neyse ben buna apardım. Təşkilatların hamısı buna xahiş elədi. Dedi bana, nabələsən. Atan anan bilir bura geldim. Dedi, dedi gel vertolyotuna seni yola salaq. Get Ağdamda düş, oradan aynaya gidersin. Ne keter direndiyse buna mümkün olmadı. Dedi Adem. Geldi neyse o vaxt ki el çəkmədə qaldı. Bu Xankəndi deyiləndən, Əskəran deyilənə uğruşlar, texnikazlar keçirir. Körpünü nöqtərəm bağladıq, buradan VT'ydi, tankdı, Ural maşını bunların əlindən aldıq. Bu direndi ki, VTR mənimdir, əskərlikdə onu işlətmişəm. Nə qədərinə mümkün olmadı, VTR'i götdü. Bir müddət dəyərə belə VTR'də harranır. Bu nəzik olan, nə tər havasının, suyunun şükür deyil. VTR'e əyləşəndə VTR yay verir. Hayır. Olmadı. Aynen beri başkın gelir. Vay ne deyil. Deməli, Xankəndi aynen beri Xocalının üstüne başkına gelir. Ellerinden ne var götürürler. Biz de Berdan ayna. Saldat Berdan ayna
Cəmiyyət arxı ilə kimi lapatka götürüb əli alında, kimi dəyri götürür, kimi balta götürür. Bu deyədə hamı dala çəksin, onların hamısını biçəcək. İnanırsan, bəlkəsi orada 100-200-300 nəfərdən çox erməni gördüm. Qalan Xan kəndindən Urus saldatı töküldü, aranı kəsdilər. Qaytardılar onlara, aynə bizi bir yana. Xocalının icra hikməti Qamender özüydü. Onun bütün sənətlərini yazdı. Hamısı proqol tasdiq elədi, məhkəmə tasdiq elədi. Yoldaşlar tasdiq elədi. Onu göndərdilər Bakıya. Ona milli qəhrəman çatır. Bakıdan icra hükümətinə belə məlumat yazdı, göndərdi ki, o könüllü gedib. Eşit. Uçaq. Millət deyil. Qardaş, millət deyilik. Deməli, onun sənəti Atkaz'a aitdi. Sonra da gittim, hala onunla qabaq kişini axtardım, tapdım. Nərman kişi. Gittim Potut'ta, o pitdə işləyirmiş. Soruşa onu çox axtardım. Gördüm ki, qapını açanda, qapını döydüm, dediler bir de bu otaqdan. Dedi gel, kapını açtım, içeri girdim ki, balad da, belə məzlum oturur, tam fikirdədir. Bunun salam verdim, boynum qucaqladım, yüzündən öptüm. Dedi, hardansan? Dedim, Xocaldanam. Bu durdu, mənim qucaqladı. Dedi, aydınlanmağa xəbər ver. Nə dərdi? Nə cüdü? Qalmışam belə. Dedim, sənət gəlibdi. Aydınlan. Dedi, yox. Dedim, axı gəlibdi. Dedi, bir sənət gəlir ki, Atkaz. Atkaz. Nəysə, axşın bizə söhbət elədim, Pimla söhbət elədim. Ta bu boynumu ucaqlayır, əlçək. Ağlayır, mən ağlayır. Məlumatımla nədir onu dedim. Ki, haqsız oldu da, haqsız. Ama bunu dedim, saat həddindən ziyada şişmişdi də. Havası, suyu. Belə ki, Betiyerin qapısına sıktı, içeri girəndə Betiyer yayı verdi. Ayrı sizin sağlığınızdır da, ben ayrı neyine bilirim. Ben onu hele gördüm. Cəli da, axırıncı dəfə nə vaxt gördün Aydını? O, hemen 25'in 26'sını öten gecesi Betiyeri partlattı, özlemek vardı. Dayanacağız alıp çağırmış. Anam akşamı yerle göğün arası tutulur. Ağdama yığılan texnika, yeri Xocalıya. Şuraya yığılan texnika İbrahim Qaziyev idi. Tamallan Qarayevlə Tahir Əliyev Ağdamdakı qoşun üstündeydi. O texnikanın hamısı belə Xocalıya yerdi. Daş göydə oynayır. Ev qalır, insan qalır.
100 nəfərin başını kəsib, belə çayıranda topa çiləkən qoyur. Qeyrəsi millət iş, şah qeyrəsi millət idarə. Almadı qan. Az Mütəllimov da onda. Bəli. 7-8 min yeni şəhərdə, şəhər böyümüşdü, 6 kilometr hər tərəfə şəhər böyümüşdü. Az dedi, bir nəfər ölürdü. Bir nəfər nədir? Elə dedilər. Sən cümlətəni yaralı, sağlı, şikastı çıxanı 5000 nəfər çıxmıyor. Mən 26-sının günü 2 dəfə yaralandım, əsir götürüldüm də ağırdan. Bunlar Müslüman yerlərdi. Can. Ayağa qalxdan da çopalı gözümə nəyinə vurduğunu bilmədim. Görsən. Dəmir qapı bağlı, əlimin həyatım burada. İsmailiyetlər ya. Ondan sonra qolumu daldı çatır, 2 nəfər, o 1 nəfər belə. Başımın sümükləri çarpıdı. Bu aparat onundur. Kulaklar battı da. Sizi qınamıram ay Xocalılar. Sizi qınamıram ay Şuşalılar. Sizi qınamıram ay Laçınlılar. Sizin başınızda ildırım çaxdı. Sizin başınızda duman oynadı. Milletin dağ boyda müsibetinə oynayan oynadı. Yaman oynadı. Ben kurban görmüştüm qoşdan, quzudan, mən kurban görmüştüm qoyun qurbanı. Bir belə milleti, bir belə xalqı gör kimlər elədi oyun qurbanı. Ay Şuşa, yaralı canına qurban, ağlama ay Laçın, boyun qurbanı. Vaxtında yumasaq günahımızı görüş atlayacaq pir babaların, Sultan Bəy Laçından baş qaldıracaq, fərsiz başımıza yağdırmaq üçün Pənah xan Şuşanın qalası boyda qaya uçuracaq, daş qaldıracaq. Yerin ağırlığı, göyün ləngəri sıxıb xıncım əzəcək bizi, çox əllər tutacaq, çox yaxalardan. Ruhlar addım gəzəcək bizi, ruhlar deməyəcək ki, günah kimdədir, həkimdə, artistdə, ya şairdədir. Ruhlar diyecek ki dünyanın düz vakti bu yeryüzünde Xocalı adlanan qırğın olubsa, qocalar çöllerde pələsəng olub, cavanlar yollarda yorğun olubsa, bir eli qırıbsa, oğul uşaqlı, qıranlar özünə vurğun olubsa, tək bircə nəfərin bu xalq içində isməti, namusu ləkələnibsə, bir vətən evladı, bir vətən qızı, düşmənlər əlində təklənib isə, bir məğrur dədəni kimsəsiz görüb, bir gədə üstünə kəkələnibsə, demək bu vətənin vətəndaşları yersiz üstündə yaraq gəzdirə, artıqdır başında, papaq gəzdirə, Allah! Allah görünməmiş möcüzə göstər, qaldır bir anlığa xanı məzardan. Ölü ilə dirini üz-üzə göstər, qutarsın yatanın canı məzardan, ixtiyar vaxtında, qoca yaşında, qəlyan damağında, papaq başında, qoy görsün Şuşası günə düşüb, ellər tamaşası nə günə düşüb. Bu günləri Azərbaycanın hər yerində, başqa müsəlman ölkələrdə Xocalının soyqırımı qeyd olunub, keçirilir. O cümlədən Göyçay şəhərinin 2 nömrəli məktəbinin müəlliməsi Əhmədova sahibə, naibə Alağa qızı. O da bizə 2 dəfələrlə zəng edir, xahiş elədi ki, mən öz məktəbimizdə o tədbiri keçirdik. Xahiş etdi ki, gəlib iştirak edəsiniz.
Biz minnətkarıq müəllimlərə də, müəllimliyə də. Qaldı Xocalı vəziyyəsi. Xocalı vəziyyəsinin bütün rayonlarının, ozadlarının hamısında o müharibədə döyüşüb iştirak edəmişiz. Ən birinci Şuşanın özündə döyüş gedirlər. İrəvan Qaziyev müdafaa naziri idi. Xocalıya gəlib çatacağım. Şuşanın Daşaltı kəndi var. Saldatı ora yenidir. Daldan raketi plyamotu bırakıp o halkın balasını yakırdı. Bunu bundan soruşan olmadı. Şuşanın əcdaha bulağı var. Vertolyotla gelip halkın balasını raketin qavana verip niye kırdı? Bunu bundan gene soruşan olmadı. İrəvan Qaziyevdən soruşulmadı ki, Şuşaya yığılan texnikanı kimin köməyinə aparmışdı? Hansı köməyə gitmişdi? O texnika hamısı Xocalıya gidilir. Ağdan Tahir Əliyevlə Tamallın Qarayev Ağdamdakı texnikanın qoşun üstündeydi. Ali Sovet'in birinci maviniydi. Tamerlan Qarayev. Bundan soruşmadılar şimdi. Siz apardığınız texnikanı kimin köməyinə aparmışdınız, kimin harayına gitmişdiniz? Bunlardan soruşan yoktu. Tahir Əliyev qılçasın üstüne koydu. Ekranda ona ham tamaşa ediyerdi. Dedi, şu anı mən vermişəm, yaxşı eləmişəm. Hansı bir cezanı aldı? Heç bir cezanı. Ağdama yığılan texnikayla, Şuşaya yığılan texnika Uruşa verildi. Onun hamısı Xocalıya verildi. Yerlə salırladı Xocalı. Xocalı'nın özündə 100 nəfərin başını kesip, güllə yok. Başını kesip, çayın içine belə çərdə çiləkən yığılmış. Dedi, yüzü tamam eləmişiz. Sərişlərsiz rəhbərlər yüzündən Xocalı satıldı. Xocalı'nı məhv edən Ayaz Mütəllimov bu günləri gidib xaricdə Urusun, Azərbaycanın ən başından bəri başa qədər düşmanı olan Urusun gedəyində yaşayır, kölgəsində yaşayır. Vətən xaini, vətəni satan. Səbirli ol, Cəlil, səbirli ol, hər şey düzələcək, yaxşı olacaq. İndi çox istəmirəm. Deyir ki, danışmaq, oxumaq çox deyirəm, ağzıma su dolur. Xahiş edirəm, Allah hamınızdan razı olsun. Allah hamınıza yalan göstərməsin, bütün şehitlərimizə rəhmət eləsin. Sağ olun. Yeganə müəllimə, buyurun bir kəlmədə siz deyin. Yeganə müəllimə qardaş da orada şəhid olur. Allah hamımızın ölənlərinə rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Biz, Məsudə bacım burada ağlayır, Məsudə bacım, biz çox ağladıq. Ağlamaq lazım deyil, biz başımızı dik tutmalıyıq. Şəhid vermişik Allah yolunda, vətən yolunda. Biz onları verməsəydik, vətənimiz bugün sağ olmazdı. Yenə mənim canım da, balalarım da, varım, dövlətim, neyim varsa vətənə qurban. Hamımızın da həmçinin. İnşallah vaxt olacaq, indi Cocuq Mərcanlı kimi. Xocalı, Şuşa, Laçın, hamısı çiçəklənəcək. Hər axşam biz baxırıq, vallahi mənim qəlbimdə o qədər ümid yaranıb ki, o Cocuq Mərcanlıdan sonra. İnşallah biz oralara yenidən gedəcəyik. Qardaşım Aydın könüllü gedib, gizlin gedib. Bizim aylarla xəbərimiz olmayıb. Sentyabr ayından orada olub. Cəlləmi yaxşı bilir. Amma biz bilirdik ki, o Sumqayıtda dikiş fabrikində işləyir. Gəlirdi, hərdən birdən, 2 aydan bir, 3 aydan bir gəlirdi. Gəlirdi bizə, nə bilim, qoyun piyi alırdıq. Qoyun quyruğu alırdıq, başayaq alırdıq, pişirtdirirdi. 2 gün, 3 gün mən piyi əridib qazanlara yığırdım. Ağız aşağı çevirib salafanlayırdım. Ay balam, bunu neyinirsən ay qardaş, bu piyi kimdir yiyən? Deyirdi, bacı, xəbərin yoxdur, biz Sumqayıtda semen yataqxanada qalırıq. Orada azdı camaat. Bildirmirdi ki, bunu Xocalıya aparır. Bildirmirdi ki, orada mühasirədədirlər. Gizlin Ağdamdan olan yolla gedirmiş. O sonradan Xocalılar dedi o bizə. Biz atamızı dedirdik ki, gedib qardaşımızı gətirmirsən.
Getdi, gəldi. Dəfələrlə getdi, gəldi, dedi, özüm utanır. Mən 3 qızdan sonra 3 oğul tapdım. Mən 3-cü qız idim. Mən 3-cü qız anadan olanda atam evdə anamdan küsüb. Niyə küsüb? Nənəm üzünə duranda ki, niyə küsmürsən? Bir düşmən qabağına qız çıxartmazlar. Mən oğul istəyirəm Allahdan. Allah oğul verdi. O dedi vətənə qurban. Bunlar da, bu iki oğlanlarım da getsə uf demərəm. Bircə adam bu evdə mənim gözümün qabağında ağlasa, mən övladım deyir. Mən atam bizə belə dedi. Belə tərbiyə verdi. O yollar səni bəs nə vaxt qaytarar səndən təsəlli bir zabit müdiri bir cüt ulduzlu aylı vagonlar səndən təsəlli bir zabit müdiri bir cüt ulduzlu aylı vagonlar. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant, xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant. Gələcək qəm yemə o vaxt dönəcəm mən sənə hələ yad əldədir yurdumuz yuvamız bitib tükənməyib o qan davamız hələ yad əldədir yurdumuz yuvamız bitib tükənməyib olan davamız. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant, xoş müjdəli bir savaşdan, hay ver mənə leytinant. Qisas, son qisas yetməyib Savaş, son savaş bitməyib Sən yer yanındakı çatdığın ocağın Odun hənirtisi hələ keçməyib Sən yer yanındakı çatdığın ocağın Odun hənirtisi hələ keçməyib Hay ver mənə cənab leytinant Hay ver mənə leytinant Xoş müjdəli bir savaşdan Hay ver mənə leytinant